Dövlət Akademik Filarmoniyasında əməkdar artist, baletmeyster Tamila Xudayarovanın 70 illik yubileyi qeyd olunub. Konsertin ssenari müəllifi və rejissoru həyatını Azərbaycan incəsənətinin təbliğinə əsr edən yubilyarın özü olub. Gecə rəngarəng proqramdan yadda qalıb. Konsertdə əməkdar artist Zemfira İsmailovanın rəhbərliyi altında tələbələrin təqdim etdiyi musiqi nömrələri maraqla qarşılanıb. Qara Qarayev adına Dövlət Kamera Orkestrinin və uşaqlardan ibarət rəqs kollektivlərinin çıxışları isə gecəyə xüsusi rəng qatıb. Ruhum məni hər zaman çox güclü edir. Mən ruhuma görə yaşayıram. Siz deyən yaş o mənim deyil. O kesinlikle mənim deyil. Mənim ruhumun yaşı 21. Ssenari müəllifi Tamila Xudayarova mən özüməm. Rejissor mən özüməm. Afişalarda yazılmış. İnşallah bütün katılanlar mənim dostlarımdır, əzizlərimdir. İnşallah güzel olacaq.